Bismillah. Selamun Aleyküm əziz müsəlmanlar. Keçən dərsi qaldığımız yerdən davam edirik. Əd-dərsü səbi, 7-ci dərs. Deməli, bu dərsimizin mövzusu tilkə işarə əvəzləyir. Tilkə qadın cinsində o deməkdir. İşarə edilən zaman istifadə olunur. Ondan əvvəl biz keçmişdik zərikə. Zərikə də həmçinin o deməkdir. Lakin kişi cinsi üçün istifadə olunur. Tilkə isə qadın cinsi üçün istifadə olunur. Mövzunu uzatmadan birbaşa keçək mətnimizə. Mən həzihi, bu kimdir? Həzihi əminətu, bu əminədir. Və mən tilkə, bəs o kimdir? Vanı bəzən və kimi tərcümə edir, bəzən bəs kimi tərcümə edir. Dilimizə daha münasib hansıdsa onu da seçirik. Bəs o kimdir? Tilkə Fatimətu, o Fatimədir. Həzihi tabibətun və tilkə mümərridatun. Bu həkimdir, o isə tibb bacısıdır. Həzihi minəl hindi və tilkə minəl yəbəni. Bu Hindistandandır, o isə Yaponiyadandır. Həzihi tavilətun və tilkə qasiratun. Bu uzundur, o isə qısadır. Mən həzə, bu kimdir? Həzə Həmidun, bu Həmiddir. Səhifəni aşağı salaq. Və mən zəlikə, bəs o kimdir? Zəlikə Əliyyun, o Əlidir. Ətilkə dəcəcətun, o toyuqdurmu? Lə tilkə bəttatun, xeyr, o ördəkdir. Mə tilkə, o nədir? Tilkə beydatun, o yumurtadır. Hədihi səyyaratul müdərrisi, burada izafə var, qeyd edək. Bu müəllimin maşınıdır. Və tilkə səyyaratul müdiri, o isə müdürün maşınıdır. Sə'atu Abbasin hədihi, bu Abbasın saatıdırmı? Lə, xeyr. Hədihi sə'atu Hamidin, xeyr, bu Hamidin saatıdır. Tilkə sə'atu Abbasin, o Abbasın saatıdır. Və burada sonuncu cümlə. Zəlikə dikun və tilkə dəcəcətun. O xoruzdur və o isə toyuqdur. Burada fikir verdinizsə, bütün hər yerdə zəlikə kişi cinsi üçün istifadə olunur, tilkə isə qadın cinsi üçün istifadə olunur. Səyyarətun sözü, dəcəcətun sözü, beydatun və s. digər sözlərdə nümunə gətirə bilərik. Bəli. Növbəti mətndən sonra çalışmalara baxaq. Təmərin, çalışmalar. İqra vaktub. Oxu və yaz. Biz yenə də oxuyub tərcümə etməyə çalışacaq. Hədihi mədrasətun və tilkə cəmiətun. Bu məktəbdir, o isə universitetdir. Zəlikə ximarun, o zunqulaqdır. Və tilkə bəqaratun, və o isə inəkdir. Əzəlikə məscidun, o məsciddirmi? Lə, xeyr. Tilkə mədrasatun, xeyr, o məktəbdir. Həzə cəməlun və tilkə nəqatun. Bu dəvədir, o isə dişi dəvədir. Hədihi müdərrisətun və tilkə talibətun. Bu müəllimədir, o isə tələbə qızdır. Burada hər iki variantda oxumaq olar. Yəni mədrasətun da oxuya bilərik, müdərrisətun da oxuya bilərik.
Lakin deməli kontekstə və yaxud da ki, mövzuya uyğun olaraq talib ətunsa burada daha uyğun müdərrisətun gəlir. Ona görə də müdərrisətun şəklində oxuduq. Ümumiyyətlə, eyni cür yazılıb, fərqli oxunan sözlərin sayı elə də çox deyil. Ona görə də ərəblər hərəkəli yazmağa ehtiyac duymurlar. Yəni, bir sözü gördünsə bu şəkildə, onun çox zaman demək olar ki, 95% sözlər, hətta 99% demək olar, bir cür yazılır. Nadir, belə deyək, istisna sözlər var ki, eyni cür yazılır, fərqli şəkildə oxunur və fərqli mənalar verir. Ona görə də hərəkətsiz oxumaq ərəb dilində elə də çətinlik törətmir. Ki, bəzi tələbələr ümumiyyətlə və yaxud da ki, ərəb dilindən ümumiyyətlə xəbəri olmayanlar qıraqdan baxır, fikirləşir ki, biz bu hərəkətsiz yazıları necə oxuyuruq? Çox bəsit, çox sadə. Yəni, ərəb dilini həm onun yaxşı, mükəmməl bilən insanlar oxuyur, həm də deməli, ilkin səviyyədə olan, yazmağı, oxumağı bacaran oxuyur. Ona görə də elə də çətin deyil. Davam edək. Hədə kəlbun və zəlikə qittun. Bu ittir, o isə pişikdir. Hədə beytul müəzzini. Burada izafə var. Bu müəzzinin evidir. Və tilkə hədiqatut təciri. Və o isə tacirin bağıdır. Bəli, dərsimizi burada yekunlaşdıraq. Gələn dərsə inşallah 40-cı səhifəni tamamladıq. Növbəti, yəni 41-ci səhifədən davam edərik Allahın izni ilə. Allah asanlaşdırsın. Esselamu aleykum və rəhmətullah.